Deməli belə. Zibeydə ilə başlayırıq sual-cavaba səndən. Aha, deməli, görüntünü açmağa ehtiyac yoxdur. Sadəcə səsi açırıq, sıra ilə sual-cavabda iştirak edirik. Birimiz digərimizin yerinə cavab vermirik. Bilən əlini qaldırır. Lazım olsa biz müraciət edirik. Digər şəxs cavab verəcək. Zibeydə, hansı kartografik təsvirləri tanıyırsan? Globus, xəritə. Globus, xəritə və Plan. Bəli. 3 növ kartografik təsvir mövcuddur. Aydındır. Aha, deməli, miqyas nəyə deyilir? Miqyas müəllim 3 cür olur. İzahlı, xətti, bir də ki, ədədi. Ədədi miqyas. Miqyas nəyə deyilir bəs? Yaxşı. Ərazini kisillərkən istifadə olunur da. Necə ədəddir miqyas? Kəsir ədəddir yoxsa tam ədəd? Tam. Necə tam ədəddir? Miqyası biz deməmişik ki, miqyas kəsir ədəddir. Kəsir ədəd. Miqyas kəsir ədəddir. Miqyas necə tam ədəd ola bilər? İlk dəfə miqyasdan istifadə edib kim? Anaksimander. Bəli, Anaksimander hara alim olub? Yunan. Yunan alimi olmuşdur. Qeyd dəftərinizdə qeyd eləyərsiniz. İlk xəritə də Anaximandera məxsusdur. İlk coğrafi xəritənin müəllifi Eratosfen olsa da, ilk xəritənin müəllifi Anaximanderdir. Qeyd eləmişdik. Bəli. Deməli, ədədi miqyasın sürəti hansı rəqəmdən ibarət olur? Vahid rəqəmdən ibarət. Vahiddən ibarət olur. Bəli, yəni 1-dən ibarət olur. Məxrəci bəs nəyə göstərir ədədi miqyasın? Kiçilmələrin göstərir. Ərazinin kiçilmə dərəcəsini göstərir. Bəli, düppələm düz. Məxrəcdəki ədəd, yəni 5 rəqəm 5 dənə 0 çıxmaqla və yaxud 2 dənə 0 çıxmaqla qalan ədəd miqyasın nəyə adlanır? İzahlı miqyas olur da mənim. Xeyr. Aysu buyur. Mənim cəmiyyəti adlanır. Bəli, miqyasın cəmiyyəti adlanır. Yadımızda saxlayaq bunu. Yaxşı. Zibeydə 1 bölünsün 5000 miqyası daha böyükdür, yoxsa 1 bölünsün 10.000? 5000. 1 bölünsün 5000 miqyası daha böyükdür. Miqyasın məxrəci ilə miqyasın böyüklüyü və kiçikliyi arasındakı əlaqə tərs mütənasibdir, yoxsa düz mütənasib? Tərs mütənasib. Tərs mütənasibdir. Miqyasın məxrəci böyüdükcə miqyas nə edir? Kiçilir. Kiçilir. Bəli, tərs mütənasibdir. Tamamilə haqlısan. Yaxşı. Ədədi miqyasın izahlı forması da dediyinə adlanacaq? İzahlı miqyas. İzahlı miqyas adlanacaq. Tamamilə haqlısan. Yaxşı. Xətti miqyasda, planda, xəritədə məsafələri əsasən hansı alət vasitəsilə ölçürlər? Pərgar vasitəsilə. Pərgar vasitəsilə nə edirlər? Pərgar vasitəsilə ölçürlər. Yaxşı. Daha sonra. Kartografik təsvirlərdə coğrafi obyektlər nə vasitəsilə verilir? Şərti işarələr. Şərti işarələr vasitəsilə verilir. Bəli. Şərti işarə ayrı-ayrı işarələrdən və simvollardan ibarət olur həm də. Yaxşı. Deyə bilərik ki, planda və xəritədə şərti işarələr həmişə eynidir. Bəli. Əslində bəziləri eyni olsa da bir çox hallarda fərqli olurlar. Diqqət eləmək lazımdır. Yaxşı. Biz plandakı şərti işarələrə baxdıqda şərti işarələr obyektin quruluşunu, obyektin müəyyən əlamətlərini bizə xatırlada bilər. Bəli, olar. Aha. Şərti işarələr neçə qrupdan ibarətdir? 3. Hansılar? Konturlu, miqyaslı, miqyassız, bir də xətti. Konturlu, miqyaslı, miqyassız, bir də xətti. Mənim konturlu, yəni miqyaslı olur da, o miqyaslı. Və yaxud sahəvi, miqyassız, bəli, xətti. Biz bunların içindən hansını qismən miqyaslı adlandıra bilərik? Xəttini.
xəttini qismən miqyaslı adlandıra bilərik. Bəli, tamamilə haqlısınız. Yaxşı. Deməli, daha sonra biz danışacağıq burada əsasən konturlu şərti işarələr barədə. Konturlu şərti işarələrdə obyektin nələrini ölçmək mümkündür? Miqyasını ölçmək mümkündür. Obyektin miqyasını ölçmək necə olur ki? Müəllim eninin uzunluğunda sahəsini. Və sahəsini ölçmək mümkündür. Bəli, tamamilə haqlısan. Yaxşı, Zibeydə, bizə konturlu şərti işarələrə nümunə. Müəllim, səsiniz gəlmədi, indi eşidirəm Hə. sizi. Bizə konturlu şərti işarələrə nümunə göstər görək. Səsim gəlir Zibeydə. Bizə konturlu şərti işarələrə nümunə. Öldür, əkin sahəsi. Əkin sahələridir, bataqlıqlardır. Hava limanı. Səsim gəlmir. Hava limanı konturludur yoxsa yox? Miqyassızdır o. Miqyassızdır, bəli, tamamilə haqlısınız. Yaxşı, daha sonra məhəldə aydın seçilən bəzi komponentlər də vardır ki, onlar da miqyassız şərti işarələrlə təsvir edilir. Ümumiyyətlə belə bir sual vermək istəyirəm. Biz hansı şərti işarənin hündürlüyünü hesablaya bilərik? Hündürlüyünü. Bəli. Heç birisi. Heç birisinin, bəli. Ümumiyyətlə şərti işarələrinin hündürlüyü hesablanmır. Aha, yaxşı. Miqyassız şərti işarələrə bizə nümunə. Məsələn, müəllim, tək ağac, tək kol, sonra məktəb, məsələn, kilsə, sonra zavodlar, fabriklər. Bəli, tamamilə haqlısan. Miqyassız şərti işarələrin biz ancaq nəyini təyin edə bilərik? Onların ancaq yerlərini təyin edə bilərik. Bəli, mövqeylərini təyin eləyə bilərik. Tamamilə haqlısınız. Yaxşı. Deməli, zolaq şəklində uzanan bəs obyektlər Xətti. Xətti şərti işarələrin biz yalnız nəyini təyin edə bilərik? Uzunluğunu. Uzunluğunu təyin edə bilərik. Körpü hansına aiddir? Xəttiyə aiddir, yoxsa Xəttiyə. aha, bax burada saçdıq şey. Aysu, Xeyr, miqyassız. miqyassız aiddir, bəli. Körpünün neçə növ mövcuddur? İki dənə. Dəmir və taxta. Dəmir və taxta. Mərkəzindən ziqzaq gedibsə, bu dəmir yoxsa taxta? Dəmir. Dəmir körpüdür, bəli, tamamilə haqlısınız. Yaxşı. Çay hansına aiddir Zibeydə? Çay müəllim xətti. Çay xəttidir. Bəli. Deməli, daha sonra əgər bir dənə iynəyarpaqlı ağac, bir dənə də enliyarpaq ağac verilibsə, bu nəyin şərti işarəsidir? Müəllim qarışıq meşədə. Qarışıq meşənin. Bəli. Zibeydə, Bəli. tayqa meşələri hansı şərti işarə ilə təsvir edilir? Necə müəllim? Necə müəllim? Tayqa meşələri hansı şərti işarə ilə təsvir edilir? Necəliyin sən deyəcəksən bizə? Bilmədim onu. Aysu buyur. Müəllim enli yarpaqlı yoxsa iynə yarpaqlı ilə? Ağaclar zaten ya enli yarpaqlı olur, ya iynə yarpaqlı olur da. Onu da siz mənə deyəcəksiniz. İynə yarpaqlı, tayqa meşələri iynə yarpaqlı meşələrdir. Bəli. Tayqa meşələri şimal yarımkürəsində yayılıb yoxsa cənub yarımkürəsində? Müəllim şimal yarımkürə. Şimal yarımkürəsində. Zibeydə, Bəli. İngiltərədə tayqa meşələri görə bilərik. Bəli. Bəli. İngiltərənin xüsusilə hansı istiqamətində? Hansı istiqamət olar? Səncə? Aysu hansı istiqamət olar ay Aysu? Müəllim
aşağı tarafında, cənub tərəf. Cənubunda niyə tayqa olsun ki? Tayqa şimalında olar da. Hə, bəli. Şimalında diqqətli olmaq lazımdır. Yaxşı. Daha sonra tayqa meşələri özünü tez bərpa eləyən ağaclardan ibarətdir, yoxsa ekvatorial meşələr? Ekvatorial meşələr. Zibeydə, səbəb? Məncə elədir. Elədir, düz deyirsən. Amma səbəbi də olmalıdır da bunun. Müəllim daha çox rütubətlidir, ona görə o ərazilər. Rütubətlənmə zaten meşədirsə, rütubətlənmə vahidi birdən böyükdür. Rütubəti demir yaxı biz. Çünki günəş istiliyi ilə daha yaxşı təmin ediliblər. Ekvatorial meşələr. Aydındır? Bəli. Ay, Bəli. sağ ol. Bəli. Diqqətli olaq. Daha sonra yaxşı. Deməli, boru kəmərləri hansı şərti işarəyə aiddir? Xəttidir də. Xətti şərti işarəyə. Yaxşı. Azərbaycan Respublikasında boru kəməri inkişaf eləyib. Bəli. Boru kəmərindən nə daşınır? Müəllim neft, qaz. Bəli, qaz. Neft, qaz, bəli, tamamilə haqlısınız. Yaxşı. Deməli, daha sonra Böyük Çin səddi hansı şərt işarə ilə təsvir edilir? Xətti. Xətti ilə təsvir edilir. Tamamilə haqlısınız. Yaxşı. Çin neçədən okeanın sahilində yerləşir ki? Sakit okean. Sakit okeanın sahilində yerləşəcək. Bəli. Çində subekvatorial iqlimə rast gələ bilirik. Bəli. Hansı çayın hövzəsində? Xuanxenin yoxsa Yansızının? Yansızın. Yansız çayının hövzəsində. Yansız Sarı dənizə tökülür, yoxsa Şərqi Çin dənizinə? Sarı dənizinə. Şərqi Çin dənizinə. Şərqisində. Sarıya tökülən demişdim axı, Xuanxe çayı idi. Xarxetsaydı, Bəli. Yansız çay hansı ölkələrin ərazisindən keçir? Elə mən təkcə Çin ərazisindən keçirdə, Xanxədə yansızda. Zibeydə, əgər bir çay 2 və ya daha artıq dövlətin ərazisindən keçirsə, bu çay necə adlanır? Ha? Tranzit çayı. Tranzit çay adlanmaqdadır. Bəli, yaxşı. Yansız qərb istiqamətində axır, şərq istiqamətində. Qərb istiqamətində. Şərq istiqamət. Şərq istiqamətində, qərbdən şərqə doğru. Hə, Məntiqlə qərbdən düşündə, şərqə. sakit okeana tökülürsə, deməli qərbə axacaq. Yansız çayının olduğu ərazilərdə suvarmadan hansı fəsildə istifadə edilir? Yayda. Niyə? İzah elə hələ. Hə. Vətən sənə Qışda çağırır. istifadə edir. Bircə dəqiqə. Zibeydə qoy bizə izah eləsin yayda. Mənim izah eləməyi tam dəqiq izah eləmirəm, amma məncə daha çox yayda olar. Məncə daha çox yayda. Zibeydə nəsə əkibsiz? Bəli. Ay sağ ol. İndi bax, bunu saxlayıram, digər sualı verirəm. Xuanxe çayının, Yansız çayının, belə deyək, hövzəsinin olduğu ərazilərə də, daha doğrusu desək mənsəbinə, yağıntılar ilin hansı fəslində düşür? Yağıntılar qışda. Deyir qışda. Milyon dəfə demişəm ki, muson küləklərinin təsiri altındadır. Muson küləklərdə yayda bol rütubətli olur. Yenə deyirsən qışda. Yay aylarında. İndi yayda yağıntı düşəndə, yağış yağanda gedib kartofu suvarırsınız. Xeyr. Deməli, Xuanxe və Yansız çayının hövzəsində ərazilərdə suvarmaya nə vaxt ehtiyac var? Qış aylarında. Tutardı getdi. Tutardı getdi. Tutardı getdi. Yaxşı. Daha sonra
Üfüqün neçədən əsas cəhəti var? 4 dənə. 4 dənə üfüqün əsas cəhəti var. Hansılardır? Şimal, cənub, şərq, qərb. Şimal, cənub, şərq, qərb. Bəli. Üfüqün cəhətlərindən ən çox hansı nəqliyyat sahələrində istifadə olunur, belə deyək, qədimdən? Nəqliyyatın hansı növündə? Bilmirəm müəllim. Mənim dəniz nəqliyyatı, Dəniz nəqliyyatının digər adı. naviqasiya. Bəli. Aviasiya nədir bəs? O da hava nəqliyyatıdır. Hava nəqliyyatıdır. Bəli. Zübeydə, okeanologiya elminin əsasını qoyan Challenger gəmisidir, yoxsa Vityaz gəmisi? Challenger. Challenger gəmisi Sovet Respublikasına, yoxsa Böyük Britaniyaya aid idi? Sovet. Aysu, səncə? Düz deyir Zübeydə. Müəllim SSR-yə aid deyildi. Xeyr. Ya da Bir dənə baxın da, bir dənə ada baxın da. Siz ingilis dillisiniz. Challenger. Challenger-nə baxdan rus sözünə oxşuyur. bəli. Vityaz idi SSR-nin gəmisi. Və Vityaz gəmisi Marian çökəkliyinin dərinliyini ölçmüşdü, yoxsa Challenger gəmisi? Mənim Vityaz idi. Vityaz ölçmüşdü. Bəli. Keçmişdə hansı cihaz vasitəsilə dərinliyi ölçülürdü? Lotla yoxsa exolotla? Lot. Lot vasitəsilə ölçülürdü. Bəs müasir dövrdə Exolotla. exolot vasitəsilə ölçülür. Bəli. Exolotun 1 saniyəyə qət elədiyi məsafə 1500. İndi 1500. exolot 6000 metr dərinliyi ölçmək üçün tutalım ki, gəmidəyik, exolot vasitəsilə okean dibinə siqnal göndərmişik. 6000 metri exolot neçə saniyə ölçəcək? 4. Bəli, 4. Bəli, deyirsiniz 4. Bu səs dalğaları gedib dəyib Mənim qayıtmalıdır. 2 saniyə. 8. 8 də bala, 2 niyə olur? 6000 metr deyil. Mən bir mənə də Mən sadəcə gedib çatmağın bildimi, qayıtmağın yox. Hə, mən 2 saniyə dedim, yəqin çatar, 2 saniyədə qayıdar. Əzizim, elə niyə hesablayırsan? Bizə qayıt. Elə niyə hesablayırsan ki, 6000-i bölürsən 1500-ə 4 saniyə eləyir. Deməli, bu səs siqnalı 4 saniyəyə getdi dəydi dibə. Bu dibə dəydi də. Yaxşı, biz hardan biləcəyik ki, bu getdi dibə dəydi? Bu 4 saniyəyə getdi dibə dəydi. 4 saniyədə o yolu qayıtdı. Biz onu nə vaxt algılayacağıq? Nə vaxta gəlib çatacaq? 8 saniyəyə. Diqqətli olmaq lazımdır. Bəli, müəllim. Əgər desə ki, suyun altında akvalang və yaxud skafandr nə vaxta qəbul eləyir, onda deyərsən ki, 4 saniyəyə. Da gedib gəlməyini hesablamazsan. Bir dənə getməyini hesablayarsan və salam. Aydındır? Bəli. İlk okean. Tetris okeanı. Tetris okeanı. Zübeydə, çox gözəl cavablar verirsən. Mənim Pantalas idi da. Pantalas idi. Müəllim, bildim. Pantalas planetar erada yoxsa geoloji erada? Planetar. Planetar erada formalaşıb başlatıb. Planetar era deməyə. Planetar inkişaf mərhələsi daha uzun dövr sürüb yoxsa geoloji inkişaf mərhələsi? Geoloji 4,5 milyard il. Bəli. Yaxşı. Okeanlar xəritələrdə və yaxud su hövzələri xəritələrdə hansı rənglə təsvir edilir? Mavi rənglə. Mavi rəngin tonu ilə təsvir ediləcək. Bəli, Çində tapılan belə deyək, 3 coğrafi tarixi kəşf. Çinlərin Bəli. Bir də müəllim sual verin. kağız. Kağız, sonra Kompas. bir də çay. Bəli, içməli çay. Bir də sən. Zübeydə, Çinlilər nə üçün istehsal elədikləri çəltiyin çox hissəsini ixrac eləmirlər? Bunun səbəbi nədir? Nə var müəllim? 1000 dəfə demişəm.
Müəllim, çünki ölkə daxilində ehtiyac olur da, elə özləri istifadə edirlər. Çəltiyin ən böyük istehsalçıları elə onun ən böyük istehlakçılarıdır. Özləri əkirlər, özləri yeyirlər. Yaxşı Zibeydə? Hə. Bəli, müəllim. Yaxşı, daha sonra Çinin ərazisində yerləşən Türk dövlət qurumu. Hə. Tacikistan, Nə? Türkmənistan. Tatar idi, nə idi? Yox, Çinçizyan Uyğur. Paytaxtı Urumçi şəhəri. Bəli. Bəli. Çinçizyan Uyğurda yerləşən zirvə həm də Türk dünyasının ən hündür zirvəsidir. Söhbət hansı zirvədən gedir? Zogori, K2, 8611 metr. Yadınızdan çıxıb. Yaxşı, daha sonra Zibeydə. Ay Zibeydə. Səyyah 85 dərəcə azimutla hərəkət edibsə, geriyə hansı azimutla qayıtmalıdır? Səksən 5 dərəcə azimutla hərəkət edən səyyah geriyə hansı azimutla qayıtmalıdır? 95 azimutla. Nətər hesabladın ki onu? Hə. Onu necə hesabladıq? Mənim 180 ilə hə cənuba doğru gedibsə, sonra şimala doğru gedər də. Nətər 85 dərəcə nətər cənub? 85 dərəcə cənub istiqamət deyil axı. 85 demədim, mənim 180 dedim. Mən 180 ad çəkmədim. Siz bir elə verin sualı. Mən dedim ki, 85 dərəcə azimutla hərəkət edən səyyah geriyə ən qısa hansı azimutla dönər? Hə, Aysu. Hə. Dinləyirəm. Müəllim, Hə. Dinləyirəm. müəllim elə 85 olmaz. 85 nətər? Qabağa gedəndə dala qayıtmaq üçün geyin qabağa gedirsən elə? Daha az məsafə. Bəli, müəllim. Bəli, dediyim kimi, əgər göstərilən azimut 180 dərəcədən kiçikdirsə, 180 dərəcə ilə toplayacaqsan. Əgər göstərilən azimut 180 dərəcədən böyükdürsə, 180 dərəcədən çıxacaqsan. Qaydanı da belə yadınızda saxlayın. Deməli 85 dərəcə azimutla hərəkət edən səyyah geriyə hansı istiqamətlə qayıdacaq? Göstərilən 85 dərəcə 180-dən kiçik olduğu üçün 85 və 180-i toplayacaqsan, 265 dərəcəlik azimutla geriyə qayıdacaq. Yaxşı, kölgədən istifadə eləməklə istiqaməti göstərən cihaz. Kompozman qnomunu idi. İndi mən deyirəm kölgədən istifadə eləməklə. Mənim qnomu idi. Qnomon idi, bəli. Zibeydə, sənə desələr ki, Braziliyanın hər yerində bastırılan dirək il boyu həm şimalı, həm cənubu göstərər, həm də kölgəsi olmaz. Braziliyanın istənilən nöqtəsində bastırılan dirək il boyu həm şimalı, həm cənubu göstərər və ya kölgəsi olmaz. Bu ifadə doğru ifadədir, yoxsa yanlış ifadədir? Yəni doğru olar. Doğru olar deyirsən. Mən həmişə deyirəm ki, isbat elə. Aysu da isbat eləsin, sən də isbat elə. Mənə sübut lazımdır, Hər bəli. yerində deyirsə, elə bilirəm doğru olmaz da. İzah, sübut elə. Mənim çünki hər yerində günəş zenitdə olmur axı, kölgə. Malades. Zibeydə, Braziliyanın məgər hər yerində günəş zenitdə olurdu. Deyir müəllim. Axı mən bir dənə orada nüans vurğulamışdım ki, Braziliya 3 yarımkürədə yerləşən yeganə dövlətdir ki, cənub tropik xətti onu kəsir. Deməli, cənub tropik xətti kəsirsə, Braziliyanın cənub hissəsi cənub mülayim işıqlanma qurşağına düşəcək və mülayim işıqlanma qurşağında günəş zenitdə olmur deyə bu məntəqə günəşi həmişə özündən şimalda görəcək və kölgə ancaq cənuba düşəcək. Deməli, ifadə yanlışdır da. Bəli, müəllim, bildim. Ay sağ ol. Yaxşı, Braziliyanın paytaxtı. Elə mənim Braziliya.
Nə üçün Braziliyaya köçürdüblər paytaxtı? Mən ona görə limanlar falan daha əlverişli idi deyəsən. Limanı daha əlverişli Çıxış. olanda paytaxtı köçürtməyin nə mənası Limanın var? dedikdə bilmirəm mən. Ölkə ərazisinin daxilini mənimsəmək məqsədi ilə. Bəli mən. Zibeydə, Bəli. kəllə qəndlər Rio de Janeiro şəhərinin ətrafındadır, yoxsa Tepuilər? Kəlləkətlər. Kəllə qəndlər. Burada hansı turizm inkişaf eləyib? Hansı turizm? Bəli. Həmin o kəllə qəndlərdən çəkilən kanat turizmi inkişaf eləyib. Deməli, yaxşı. Daha sonra. Zibeydə, biz Bəli. istiqaməti hansı ulduza əsasən təyin eləyirik? Eləyə bilərik və yaxud da. Şimal ulduzuna. Şimal qütb ulduzuna, təkcə şimal qütb ulduzuna. Bəli, hər zaman şimalda görsənir də. Başqa ulduza nəzərən biz istiqamət təyin eləyə bilmərik. Xeyr, məncə. Niyə? Günəşə əsasən istiqamət təyin eləyə bilməzsən. Günəş əsasən olar mənim. Mən birinci günəşə əsasən. Qurtarıcı. Deməli şərqdən çıxır, qərbdən batır, istiqamət təyin elədin də, vəssalam. Qurtarıcı. Bəli, mənim. Aha. Biraz geniş açı ilə düşünmək lazımdır. Biraz geniş açı ilə. Geniş baxış bucağı ilə. Yaxşı. Ulduz nə deyilir? Açıq Müəllim özündən istilik və işıq satan səma cismindən soyuq səma cismi. Soyuq səma cismi. İstiliyi saçır, amma soyuqdur. İstəyək. Məntiq. İstiliyi saçır, amma soyuqdur. Hə. Mən çaşdım. Deməli, özündən istilik saçan, enerji saçan, işıq saçan qaynar səma cisminə ulduz deyilir. Yer kürəsinə ən yaxın ulduz Elə mənim günəşdir də. Günəş. Günəşdən sonra ən yaxın ulduz? Hə. Proxima Centauri ulduzu. Qütb ulduzu böyük ay bürcünə daxildir, yoxsa kiçik ay bürcünə? Müəllim kiçik. Kiçik ay bürcünə, kiçik. Azbeydə. Bəli. Sualda deyir ki, İndoneziyanın bütün məntəqələrindən qütb ulduzunu müşahidə eləmək mümkündür. Nə deyirsən buna? Üç ulduz xeyr mənim. Niyə xeyr? İndoneziyada şimal qütb ulduzunu necə görünsün ki orada? Görmək olmaz ki. Müəllim üçün deyə bilərəm. Axı onu həm də şimalında görsənə bilər. Şimalında görsənə bilər, amma cənubunda Görsənə bilməz. sağ ol, deyirsən ki, ona görə müəllim bütün məntəqələrində müşahidə eləmək olmaz. İndoneziya 3 yarımkürədədir. Şimal, cənub və şərq yarımkürəsində. Bəli, razıyam sizinlə. Şimalda yerləşən məntəqələrində müşahidə eləmək olar, lakin cənubda yerləşən məntəqələrində müşahidə eləmək olmaz. Biraz diribaş olun, rəyli olun. İndoneziyanın əhalisi 200 milyondan çoxdur, yoxsa 200 milyondan azdır? Çoxdur müəllim. Çoxdur, bəli. İndoneziya arxipelag ölkəsi adlanır. Arxipelag nə deməkdir ki? Adalar qrupu. Adalar qrupu. Yaxşı. Zibeydə, İndoneziyanın sahillərinin neçə okeanın suyu yox? Sakit okean və Hind okeanı. İndoneziyanın paytaxtı hansı şəhərdir? Aha. Aysu buyur. Mən Jakarta olmalıydı. Jakarta şəhəri. İndoneziyanın paytaxtı Jakarta şəhəri Yava adasındadır, yoxsa Sumatra adasında? Yava adasında. Zibeydə, Yava yerləşir neçə iqlim qurşağında?
Neçə iqlimdə? Aha. Neçə iqlim qurşağında? 2 dənə. Hansılar? Deməyə qorxuram, mənim səs çıxar. Tropik olar. Sonra Deməyim o birisi müəllim. şimali ekvatorialdır, cənubi subekvatorial. Vəssalam. Aydındır. Yaxşı. Deməli, təşəkkür edirik Zibedə. Davam edirik Aysu ilə. Aysu, Bəli, müəllim. yer kürəsinin nahamarlıqlarının cəmi nə adlanır? Relyef. Relyef adlanır. Mütləq yüksəklik hardan ölçülür? Mütləq yüksəklik. Bəli. Okean və Müəllim, dəniz. Okean və dənizlərdən. Aysu, okean səviyyəsi neçə metrə bərabərdir? 0 metrə. Okean səviyyəsi Azərbaycan Respublikasında hansı dənizdən ölçülür? Baltik dənizi idi. Baltik dənizi məşhurdur hansı ehtiyatı ilə? Müəllim, fosforit idi. Hətta. Neftlə. Hətta. Yo, neft değildi. Nəsə fərqli bir şeydi. Deyirəm ki, qiymətli daş. Hə, müəllim, Hansı qiymətli daşla? Sizə qozalar taxırdı. Hə? Kəhraba. Evlə söz demişəm, bir dənə o qozaları yadda saxlayıb. Hə, kəhraba ehtiyatı ilə zəngindir. Yaxşı. Deməli Almaniyanın Baltik dənizinə çıxışı var. Almaniyanın? Hə. Almaniyanın yoxdur axı. Elə bilirəm. Kim deyir onu Almaniyanın yoxdur? Varıdır. Varıdır. Baltik dənizi Atlantik okeana məxsusdur, Şimal Buzlu okeana. Atlantik okeanı. Baltik dənizindən Şimal Buzlu okeana hansı kanal vasitəsilə keçirlər? Hə. Mənim Kil kanalı. Kil kanalı. Kil kanalı hansı ölkənin ərazisindən çəkilib, hansı yarımadadan çəkilib? Mənim Jutlandiya yarımadası. Jutlandiya yarımadasından. Aysu səsin gəlmir. Mənim Və Almaniyadan çəkilib. Almaniyadan ha. Bəli, Almaniyadan çəkilib. Diqqətli olmaq lazımdır. Yaxşı. Nisbi hündürlük planda hansı cihaz vasitəsilə, hansı alət vasitəsilə ölçülür? Barometr idi. Barometr nəyi ölçən cihazdır? Hə. Aysu, barometr nəyi ölçən cihazdır? Mənim nisbi hündürlüyü ölçülmürdü. Hətta. Onun kim keçib sənə? Mən sənə elə bir şey keçməmişəm. Ziveydə. Mütləq deməlim, nisbi hündürlüyü nə verir vasitəsini ölçülür? Barometr deyirsiniz ki, bar, təzyiq ölçən cihazdır. Nə tez yadınızdan çıxdı? Təzyiq də hesablanır okean səviyyəsindən. 0 metrdə, 0 dərəcə temperaturda. İzobarlanın. Ay, sağ ol. Barometr anaeroiddə təzyiq ölçən cihazdır. Ona görə də barometr ölçərkə, barometr cihazı ilə biz mütləq yüksəkliyi ölçürük. Nisbi yüksəkliyi ölçmək üçün nivelerdən istifadə olunur. Taxta parçasından. Mən. İzohipslərin digər adı. İzohipslər. Bəli, izohipslərin digər adı. Eyni hündürlüyə malik nöqtələri birləşdirən əyri xətlərdir, qapalı xətlərdir. Yaxşı, bəs izohipslərin digər adı nədir? Digər adı. Horizontallar deyil. Horizontallardır, bəli. Horizontallardır. Horizontallar Aysu bir-birini kəsə bilər planda və yaxud xəritədə. Kəsə bilməzdi müəllim. Kəsə bilməz, bəli. İki horizontal arasındakı məsafə necə adlanır? Kəsmə yüksəkliyi. Kəsmə yüksəkliyi planın hər yerində eynidir. Bəli müəllim.
Doğru ifadədir, bəli. Yaxşı. Xüsusilə plan və topografik xəritələrdə. Kiçik və orta miqyaslı xəritələrdə isə sabit olmaya bilər. Yaxşımı? Bəli, müəllim. Hə, diqqətli olmaq lazımdır. Yaxşı. Berkşiriklər nə deyilir Aysu? Berkşiriklər müəllim, su axının töküldüyü məsafədə. Su axınının töküldüyü məsafədə. Nə başa? Sularına. Erməni budaq cümləsi. Səth sularının axın istiqamətidir. Mən sizə coğrafiya dilini öyrədə bilmədim də. Səth sularının axın istiqamətin. Yaxşı, nə deyilir də berkşirik? Müəllim, məsələn, berkşiriklər çölə doğru olarsa, o bilinir ki, dağdır da, amma içəri doğru olarsa, o çökəklikdir. Elə bil ki, sənə deyirəm ki, adın nədir? Sən mənə Aysu demək əvəzi deyirsən ki, mən indi məktəbə gedirəm. Mən ağıllı qızam, dərslərimi oxuyuram. Deyirəm ki, yaxşı da adın nədir? Deyirsən ki, mən birazdan qayıdacam dərsdən. Hə. Berkşiriklər horizontallara perpendikulyar çəkilən qısa xətlərdir. Berkşiriklər səth sularının axın istiqamətini göstərir. Berkşiriklər relyefin müsbət və ya mənfi olmasını göstərir. Təpə müsbət relyef formasıdır yoxsa mənfi? Müsbətdir də müəllim. Müsbət relyef formasıdır. Troq dərəsi müsbət relyef formasıdır yoxsa mənfi? Müsbətdir. Mənfidir. Dərə nə vaxtdan müsbət olub? Dərə mənfidir. Dərə mənfidir. Troq dərəsini yaradan səbəb eksalasiyadır yoxsa deflyasiya? Eksalasiya. Eksalasiya nələrin fəaliyyətidir? Buzlaqların. Buzlaqların fəaliyyətidir. Yaxşı. Deməli. Aysu. Bəli, müəllim. Əgər bizə göstərilən planda və yaxud xəritədə kənar horizontalın yanında dəniz yazılıbsa, biz kənar horizontalın hündürlüyünü neçə metr götürəcəyik? Mənim 0 metr. 0 metr götürəcəyik, bəli. Yaxşı. Kənar horizontalın sahilində Xəzər dənizi yazılıbsa, bəs neçə metr götürəcəyik? O müəllim, Xəzər dənizi mənfi 27 deyildi. Mənfi 27 metrdir. Xəzər dənizi hansı okeanın qalığı olub? Tetis okeanı. Xəzər dənizi və Qara dənizin yerində qədimdə hansı dəniz mövcud olub? Mənim o dəniz. Sarmat dənizi. Sarmat dənizi, bəli. Bəli, qeyd eləyə bilərsiniz. Sarmat dənizi. Xəzər dənizi sahilində yerləşən iki dövlətdən başqa bütün dövlətlərin dünya okeanına çıxışı var desəm. Mənim 3 dövlət idi də o, hə. Hansı dövlətlərin dünya okeanına çıxışı var Xəzərin sahilində olanlardan? Gürcüstan idi, Türkiyə idi. Gürcüstan nə vaxtdan Xəzərin dənizinin sahilinə gəldi, çıxdı ki, xəbərimiz yoxdur. Türkiyə nə vaxtdan Xəzər dənizinin sahilinə gəldi ki, xəbərimiz yoxdur. Türkiyə idi, İran idi. Türkiyə nə vaxtdan Xəzərin sahilində yerləşib? Aysu. Rusiyanın müəllim. Rusiyanın çıxışı var və İranın çıxışı var. Vəssalam. Bu nədir Türkiyə deyirsən, Gürcüstan deyirsən? Türkiyə ilə Gürcüstanın nə işi vardı? Qara dənizdən səs. Səhv salma, Qara dəniz var, Xəzər nə? Xəzər göldür, Qara dəniz. O boyda adı var, Qara. Hə. Yaxşı. Əgər planda horizontallar sıx çəkilərsə, bu ərazinin meylliliyindən xəbər verir, yoxsa meylliliyin az olmasından? Mənim meylliliyin çox olmasından. Meylliliyin çox olmasından xəbər verir. Əgər planda horizontalların sıx çəkildiyi yerdə sürüşmə ehtimalı daha çox olar, yoxsa planda horizontalların daha seyrək, daha aralı çəkildiyi yerdə sürüşmə ehtimalı çox olar? Mənim daha sıx çəkildiyi yerdə. Sürüşmə ehtimalı əhəng daşı və gillə örtülü süxurların olduğu ərazidə çox olacaq, yoxsa maqmatik süxurların olduğu ərazidə? Mənim əhəng daşı və gil süxurlar. İndi sürüşmə ehtimalını Böyük Qafqazda daha çox görə bilərik, yoxsa Kiçik Qafqazda? Müəllim, Böyük Qafqazda. Böyük Qafqazda. Bəli. Yaxşı, xüsusilə də Böyük Qafqazın şimal-şərq yamaclarında daha çox.
müşahidə eləmək olar. Aysu, çökəkliyin dibi göstərilib. Bu çökəkliyin dərinliyidir desəm, ifadəm doğrudur yoxsa yanlışdır? Çökəliyin dibi göstərilib. Çökəkliyin dibində mütləq hündürlük göstərilib, rəqəm verilib. Bu çökəkliyin dərinliyidir yoxsa yox? Hə, Dərinliyidir də. hə. Necə yəni dərinliyidir? Dərinliyidir də. Dərinliyi deyil, dibinin mütləq hündürlüyüdür. Min dəfə, milyon dəfə demişəm. Fikriniz hardadır? Diqqətli olmaq lazımdır. Yaxşı. Daha sonra planda yer səthinin böyük əraziləri təsvir edilir yoxsa kiçik əraziləri? Mənim kiçik ərazilər. Planda yerin əyriliyi nəzərə alınır yoxsa nəzərə alınmır? Alınmır. Yerin əyriliyi nəzərə alınmır da. Alınmır, bəli. Planda dərəcə torundan, paralel və meridianlardan istifadə edilir yoxsa edilmir? Edilmir. Edilmir. Planda üfüqün cəhətlərini nəyə əsasən təyin edirik? Üfüqün cəhətləri Bəli, nəyə əsasən təyin olunur planda? Qabağımızda plan var. Nəyə əsasən təyin edirik? Azimuta görə. Azimutu hardan tapdıq ki? Planda verilən şimal və cənub oxuna nəzərən. Bəli. Aysu, bəli mənim əkin sahəsini qütb plan alması ilə yoxsa marşrut plan alması ilə təyin edərsən? əkin sahəsini Hə, qütb plan olması ilə. Çünki Qütb- açıq ərazidir. qütb plan almasına əsasən. Yaxşı. Marşrut plan almasında menzula bir nöqtədən qurulur yoxsa qütb plan almasında? Müəllim qütb plan olmasında, marşrut plan Marşrutda. olmasından gəzərək qururdular planı. Yaxşı. Bunlar gözayarı plan almanın növləridir yoxsa dəqiq plan alma? Müəllim, bunlar gözəyarı plan olmalıdır. Dəqiq plan almada istifadə edilən alətlər. Kompas idi. Hətta. Hə, Zibeydə, hansılar? Bu solunan teodit. Bu solunan teodolit. Plandan əsasən nə məqsədlə istifadə edilir, Aysu? Planda müəllim, Hə, ərazi falan tikilməsi, planlaşdırılması. tikintidə, planlaşdırmada, təbii faydalı qazıntıların çıxarılmasında, müharibə əməliyyatlarında. Müəllim. Yaxşı. Yer kürəsini ellipsoid adlandırıb hansı alim? Ellipsoid. Bəli. Isaac Newton idi. Isaac Newton adlandırmışdı. Yaxşı. Yeri nəyə əsasən kardioid adlandırıblar? Mənim ürəyə bənzədiyi üçün. Ürəyə bənzədiyinə görə. Yaxşı. Yer nə üçün geoid adlandırılıb? Çünki yerin heç bir formaya bənzədilmir də, öz forması var. Yerin kürə formasında olmasını elmi cəhətdən ilk sübut edən şəxs kim olub? Elmi cəhətdən Bəli. Aristotel, Aristotel. Yaxşı. Yerin kürə formasında olmasını əyani cəhətdən kim sübut eləyib? Fernando Magellan, Fernando Magellan. Fernando Magellan Hind okeanında olub yoxsa yox? Hind okeanında Hə, olmayıb da müəllim. olmayıb. Yaxşı. Fernando Magellanın öldürüldüyü adalar neçə yarımkürədə yerləşir? Filippində o iki yarımkürədə, şimal, şərq, Şimal-şərq yarımkürəsində. Filippinin neçə dənə böyük adası var? Filippinin Hə. 2 dənə, Luzon və Mindanao. Yerin quru sahəsi nə qədərdir?
Yerin quru sahəsi 149 milyon kvadrat kilometr. Yerin quru sahəsi hal-hazırda artmaqda da, azalmaqda. Artmaqda. Nəyə əsasən artmaqda deyirsən? Mən çünki deyir yeri qurudurlar, ərazini çoxaldırlar. Xırda bir para, xırda ərazilər deyir. Əsasən nisbətən artma, azalmaqdadır. Çünki qlobal istiləşmə səbəbindən buzlaqlar əriyir və okean səviyyəsi qalxır. Bəli. Yaxşı. Yer kürəsindən çevrə çəkmək istəsək, ən uzun çevrə hansı olar? Ekvator. Ekvator nə adlanır? Ekvator paralel. Ən böyük tənböləndir. Ən böyük paralel, tənbölən, qütblərdən ən uzaq nöqtə. Yaxşı. Ekvatorun kəsdiyi materiklər. Ekvatorun kəsdiyi materiklər Afrika materikidir, Cənubi Amerika materikidir. Sonra Hədə qutarmadı ki. Avrasiya materikini kəsir. Avrasiya materikini kəsir. Asiya qitəsini kəsir. Bəli, bəli. Asiya qitəsini kəsir. Şri-Lanka adasını kəsir. Xeyr. Kəsmir. Şri-Lanka adası hansı dövlətə məxsusdur? Hindistana. Niyə Hindistana? Şri-Lanka müstəqil dövlətdir, paytaxtda Kolombo şəhər. Elə Şri-Lanka. Elə Şri-Lanka. Özünü. Şri-Lanka adasını Hindistan yarımadasından ayıran boğaz Bas boğazdır yoxsa Polk boğazı? Polk boğazı. Polk boğazdır. Polk boğazı vasitəsilə Benqal körfəzindən hansı dənizə keçə bilərik? Bengal körfəzindən Ərəbistan dənizinə. Bəli. Kompas maqnit qütblərini göstərir yoxsa coğrafi qütbləri? Maqnit qütblərini. Maqnit qütblərinin yeri stabildir yoxsa dəyişkəndir? Dəyişkəndir mən. Dəyişkəndir. Yaxşı. Coğrafi qütbləri birləşdirən yer səthindən keçməklə əyri xəttlər necə adlanır? Əyri xəttlər nə idi? Yer səthindən keçməklə coğrafi qütbləri birləşdirən xəttlər necə adlanır? Meridianlar. Meridianlar adlanmaqdadır. Başlanğıc meridian hansıdır? Greenwich Greenwich'in dərəcəsi. Londondan keçir. Yaxşı. Greenwich'in Avropada kəsdiyi ölkələr. Avropada mənim İspaniyanı kəsməli idi. Sonra Fransanı kəsirdi. Fransanı da kəsir. Canını da alır. Sonra Böyük Britaniya. bir də Böyük Britaniyanı qutardı getdi. Və salam, şüt, tamam. Qutardı. Bəli, mən. Yaxşı. Greenwich meridianının antimeridianı hansı meridiandır? 180 dərəcəli meridian. 180 də. 180 dərəcəli meridianın həm də digər özəlliyi nə idi? Müəllim, o həm şərq tərəfdə idi, həm də qərb tərəfdə idi. Nətər olur? O şərqi də bölür, qərbi də bölür. Yox, sadəcə tarix dəyişmə meridianını deyirsiniz. Hə, bəli. 180 dərəcəli meridianın kəsdiyi materiklər, yoxsa materik? Avrasiya. Avrasiya, başqa da var? Şimali Amerikanı kəsmir. Kəsmir. Mən kəsənləri deyirəm. Antarktida. Antarktida. Kəsdiyi okeanlar. Sakit okeanla Şimal Buzlu okean. Cənubi okean hara getdi bə? Bəli, bir də Cənub okeanı. Deməli, əziz yoldaşlar, Şimal Buzlu okeanı və Cənubi okeanını bütün meridianlar kəsir. Antarktida materikində bütün meridianlar kəsir. Yəni Şimal Buzlu okeanı, Cənub okeanı, Antarktida materiki bütün uzunluqlarda yerləşir. Aydındır? Bəli. Antarktida materikini tamamilə platforma kimi götürsəm yanılmış olaram, yoxsa düz? Tamamilə platforma deyil, axı dağlar da var. Antarktida materikinin təbii faydalı qazıntılarından nə üçün istifadə olunmur?
Mənim üçün ki, o heç bir ölçə məxsus deyildi. Bütün meridianlarda 1 dərəcəlik meridian qövsünün uzunluğu niyə bərabərdir? Niyə bərabərdir? Müəllim, çünki bərabərdir. Çünki bütün meridianlar bərabərdir. Bir insan yalan danışırsa, deməli həmin insan yalan danışır. Hə. Müəllim, çünki çevrənin modeli elənsəydi də. Çevrənin modeli eləncə. Ayşə bu günləri yeni elmi kəşflər eləyirsən. Bu günləri elm dünyasına yeniliklərlə gəlirsən. Deyirsən ki, bütün meridianlar bərabər olduğu üçün 1 dərəcə qövsünün də uzunluğu Bərabərdir bərabər. də, hə müəllim, onu demək istəyirəm. Neçə kilometrə bərabərdir yaxşı? 111 kilometr idi. 111,1. Meridianlar tam çevrədir yoxsa yarım çevrə? Yarım çevrə. Yarım çevrədir meridianlar. Azərbaycan Respublikasının əsasən yerləşdiyi meridian. 50 dərəcə şərq. Azərbaycan Respublikası ancaq 50 dərəcə şərq uzunluğunda yerləşir. İfadəsi doğrudur. Yox, mən Ebləm. Deyir 40 dərəcə şimal enliyi. O enlidir, o paraleldir. Ay başıma dönərəm. Bəli, mən bildim. Meridianlar neçə dərəcə arası dəyişir? Meridianlar 100 Neçədə başlayır meridianın dərəcəsi? 0 Neçədə bitir? 90. 180. Ay başıma dönüm 180-də bitir də 90 nədir? Bax demirsən 180 dərəcəlik meridian. Mən 90 demədim ki, 180 dedim. Yaxşı. Deməli. O paralellər idi də mənim 90 dərəcədə. Bəli, 0.90. Yaxşı, coğrafi qütblərdə yer kürəsi öz oxu ətrafında daha sürətli fırlanır, yoxsa ekvatorda? Ekvatorda. Qütblərə doğru getdikcə yavaş fırlanır. 80 dərəcəlik paralel çevrəsinin 1 dərəcə qövsü daha uzundur, yoxsa 40 dərəcəlik paralel çevrəsi? 40 dərəcəlik. 50 dərəcəlik paralel çevrəsində 1 dərəcə qövsünün uzunluğu neçə kilometrdir? Mənim 71,7 idi. 71,7 idi. Bəli, paralellərin şimala və cənuba doğru getdikcə qısalmasının səbəbi? Mənim çünki yer kürə formasında. Yerin kürə formasında olmasıdır. Hansı paralellər nöqtə formasındadır? Qütblərdə olan. Azərbaycan Respublikasının təxminən eyni enlikdə yerləşdiyi dövlətlər. Eyni enlikdə yerləşdiyi dövlətlər. Hə. Türkiyə var. Türkiyə, sonra Sonra İspaniya var. İspaniya, sonra Sonra Meksika. Meksika. Meksika cənubda qalır. Onda ABŞ. ABŞ. Sonra denən Türkiyə denən, Yunanistan denən, nə bilim, İtaliya denən, İspaniya denən, Portuqaliya denən, ABŞ denən, Qazaxıstan denən, Yaponiya denən, Çin denən. Xəritənin miqyası böyüdükcə generalizasiya böyüyür yoxsa azalır? Miqyas bölgücə generalizasiya azalırdı da. Generalizasiya azalır. Bəli. Xəritənin məzmununa əsasən də generalizasiyanı azaldıb artıra bilərik. Bəli. Yaxşı. Yaxşı. Deməli. Miqyas xəritənin coğrafi əsasıdır, yoxsa riyazi əsası? Riyazi əsasıdır. Xəritənin riyazi əsasıdır. Yaxşı. De görün mənə. Qlobusda paralel və meridianların əmələ gətirdiyi dərəcə toru necə adlanır?
Coğrafi şəbəkələr. Yaxşı, xəritələrdə necə adlanır bəs? Hə, E, kartoqrafik şəbəkə. bu da şəbəkədir. Kartoqrafik şəbəkə. Aysu, qlobusu müstəviyə açarkən hansı tərif yaranır? Hansı təriflər? Müəllim, forma tərifiydi, bucaq tərifiydi, Sonra? sahə tərifiydi. Bir də uzunluq. Uzunluq. Bu təriflərin hamısını eyni anda sıfıra endirmək mümkündürmü? Necə müəllim? Bu təriflərin hamısını eyni anda sıfıra endirmək mümkündür? Xeyr müəllim. Yalnız nə etmək olar? Azaltmaq olar. Və yaxud birini aradan qaldırmaq olar. Və bunu da nəyin köməyi ilə edirik? Necə müəllim? Və bunu da nəyin köməyi ilə edirik? Proyeksiyalar. Kartoqrafik proyeksiyaların. Aysu, kartoqrafik proyeksiyalar təhrif xüsusiyyətlərinə görə neçə yerə bölünür? Müəllim, təhrif xüsusiyyətlərinə görə Aha. 4 yerə idi. Zübeydə düz deyir. 3 deyildi müəllim. Bərabər bucaqlı, bərabər sahəli, bir də ixtiyari. Bərabər bucaqlının digər adı hansıdır Aysu? Müəllim, Konform proyeksiyalar. Bərabər bucaqlıdan hansı sahədə istifadə olunur? hansı sahədə? Bəli. Müəllim deyirsən bu dəniz nəqliyyatında. Naviqasiyada, aviasiyada. Bərabər bucaqlıda hansı təriflər demək olar ki, sıfıra bərabər olur, olmur? Müəllim, bucaq tərifi idi. Bucaq varsa bir dənə var. Sahə. Bucaq varsa həm də belə deyək, istiqamət. Demək olar ki, tərif olunur. Bəli. İstiqamət tərifi yoxdur, amma bucağı istiqamətinə götürürük də. Yaxşı, Mercatorun proyeksiyası bərabər bucaqlıdır, bərabər sahəli. Xəritəsi daha doğrusu Mercatorun, Herald Mercatorun 1569-cu ildə tərtib elədiyi xəritə. Bərabər bucaqlıdır, yoxsa bərabər sahəli? Müəllim, bərabər bucaqlı idi elə bilir. Bərabər bucaqlı idi. Tədris prosesində bərabər sahəlidən istifadə edilir, yoxsa ixtiyaridən? İxtiyari. İxtiyaridən. Silindrik proyeksiyada hansı paralel üzərində təhrif sıfıra bərabər olur? Silindrik proyeksiyada ekvator üzərində. Ekvator. İndi də görün mənə, Avstraliya materikinin xəritəsini çəkmək silindrik proyeksiya ilə məqsədə uyğundur, yoxsa məqsədə uyğun deyil? Deyil müəllim. Niyə məqsədə uyğun deyil? Çünki müəllim, Avstraliya aşağıda yerləşirdi, ekvator xətti. Bəli, ekvator xətti kəsmir. Yaxşı. De görün mənə, silindrik proyeksiyada paralel və meridianlar bir-biri ilə neçə dərəcə bucaq altında kəsişir? 90 dərəcə. 90 dərəcə bucaq altında kəsişir. Silindrik proyeksiyada ekvatordan uzaqlaşdıqca təhrif artır yoxsa azalır? Çoxalır. Çoxalacaq, bəli, düppələm düzdür. Silindrik proyeksiyada Ərəbistan yarımadası daha çox təhriflə veriləcək, yoxsa Skandinaviya yarımadası? Skandinaviya yarımadası. Skandinaviya yarımadası. Yaxşı, konus proyeksiya hansı enliklərdə təhrif sıfıra bərabər olur? Konus proyeksiya 60 dərəcə. 60 dərəcə enində. İndi Rusiyanın xəritəsini bundan çəkmək daha məqsədə uyğundur, yoxsa Meksikanın? Rusiyanın. Konus proyeksiyada meridianlar və paralellər nə formada təsvir edilir? Müəllim, meridianlar bir nöqtədən çıxmış düz xətt formasındadır. Paralellər isə qövsvarı formada. Qövsvarı, bəli. Yaxşı. Yarımkürələrin xəritələri, coğrafi qütblərin xəritələri hansı proyeksiya əsasında tərtib edilir? Müəllim, azimutal idi. Azimutal proyeksiya, bəli, düppələm düzdür. Yaxşı, azimutal proyeksiyada paralellər nə formada olur, meridianlar nə formada olur? Qütblərin azimutalında. Nöqtə kimi idi də, ya yox? Paralellər çevrələr şəklində, meridianlar isə radiuslar şəklində. Yaxşı. Azərbaycan Respublikasının xəritələri tərtib edilərkən hansı proyeksiyalar vasitəsilə tərtib edilir?
Müəllim deyirsən, o bərabər bucaqlıydı. Sonra Mənim konus da olar. konus və çoxüzlü. Yaxşı, bucaqlar neçə dərəcədən fərqli olarsa, deməli bucaq tərifi var. 90. 90 dərəcədən. Yaxşı. İndi xəritədə təsvir üsulları vasitəsindən deyəcəm, sən də adını deyəcəksən. Coğrafi məlumatların əyani və anlaşılan üsulla göstərildiyi, sadələşdirilmiş və ümumiləşdirilmiş şərti işarəli coğrafi təsvirlər. Həm də bunda əl qrafikasından da istifadə edilir. Yox, xəritə sxemidir. Xəritə sxemdir, bəli. Yaxşı. Deməli bu üsulda hər hansı hadisənin və ya prosesin yayıldığı ərazi təsvir edilir. Daha sonra qapalı xətlərlə yaxud rənglərlə göstərilir. Əvvəlcədən kontur çəkilir, sonra elementlərin sahəsi rənglənir və müxtəlif işarələrdən istifadə olunur. Kənd təsərrüfatı, faydalı qazıntı, bitki və heyvan növlərinin müxtəlifliyi təsvir olunur. Areal. Areal üsulunda. Yaxşı, çaylar hərəkət xətləridir yoxsa izoxətlər? Hərəkət xətləri. Avtomobil yolları hərəkət xətləridir yoxsa izoxətlər? Hərəkət xətləri. Horizontallar hərəkət xətləridir yoxsa izoxətlər? İzoxətlər. İzoxətlərdir. Yaxşı. Deməli, qlobusda təsvirin müfəssəlliyi yuxarıdır yoxsa aşağı? Qlobusda. Hə. Müəllim. Qlobusun miqyaslarını deyə mənə. Müəllim, qlobusda bir bölünsün 30 milyon var. Aha. Böyük miqyaslı o. Bir bölünsün 50 milyon var. O orta miqyaslı da bir bölünsün 83 milyon idi. O da kiçik miqyaslı. İndi milyonlarla ifadə olunan miqyaslar səncə təsvir müfəssəl olar, yoxsa müfəssəlliyi aşağı olar, yoxsa yuxarı? Müfəssəllik yəni dəqiqliyi. Aşağı olar. Aşağı qutardı, getdi, bəli. Yaxşı. Qlobus kartoqrafik proyeksiyadır yoxsa model? Modeldir də. Qlobusda miqyasın kəmiyyəti sabitdir yoxsa müxtəlif? Qlobusda sabit olmalı. Xəritədə miqyasın kəmiyyəti sabitdir yoxsa müxtəlif? Yox, onda müxtəlif olur. Müəllim planında müxtəlifdir yoxsa sabit? Müəllim planında Sabitdir də, balaca ərazidir. sabit. Yaxşı. Qlobusun ərazi əhatəsi hara ilə səciyyələnir? Ərazi əhatəsi. Qlobus haranın təsviridir? Mənim dünyanın idi də. Bütövlükdə dünyanın. Yaxşı. Qlobusda tərif var. Bəli, var da. Yoxdur qlobusda. Qlobusda tərif yoxdur. Riyazi statistika əsasında hazırlanan müasir xəritələr necə adlanır? Bəli. Riyazi statistika əsasında. Zibeydə necə adlanır? Mənim tematik idi. Anamorfoz xəritələr. Aysu, orta miqyaslı xəritələr topoqrafikdir yoxsa icmal topoqrafik? İcmal topografik. Topografik deyəsən böyük miqyaslı olmalıydı. Topoqrafik böyük miqyaslı xəritələrdir, bəli. Yaxşı. Deməli. De görüm hələ mənə. Dünyanın təbii zonaları xəritəsi tematikdir yoxsa kompleks? Dünyanın təbii zonaları tematikdir də. Bir dənə mövzudan bəhs edir. Kompleksdir. Ən mükəmməl xəritələr, ən mükəmməl kompleks xəritə təbii zonadır. Necə bir dənə mövzudan? Təbii zonalarda heyvanlar aləmi də var, bitkilər aləmi də var. Yaxşı. Deməli, gələn dəfəyə tapşırığınızı qeyd edəcəm və bu mövzunun sınağını atacam.